Və cənnətin ən böyük nemətlərindən birisi nədir? Ən böyük nemət cənnətdə nədir? Allah Azza və Cəlləni görmək. Təsəvvür elə ki, bundan daha böyük nemət yoxdur. Nə qədər nemətlər var da Allah Azza və Cəllə bizə bildirib cənnətdə nələr var. Təsəvvür elə ki, ən böyük nemət Allah Azza və Cəlləni görməkdir. Hansı Allahdan söhbət gedir? Bizim ilahımız olan, heç bir şəriki olmayan. Yəni o ilah ki, o Allah ki, sən bu dünyadaykən onun uğrunda əziyyətə məruz qalmısan. Yəni insanlar səni qınayıblar, insanlar səni pisləyiblər, insanlar sənə dil uzadıblar, insanlar sənin dinindən dolayı sənə əziyyət ediblər, qohum əqraba səndən üst çevirib, istədiyin qadından buna görə ayrılmısan, Allahın dininə görə, tərk eləmirsən iman etmədiyinə görə, nələrlə imtihan olmusan, nəyin müqabilində? İşindən məhrum olmusan, düzdür? Elə bir işdə işləmirsən ki, gəliri çoxdur, Allah o işdən razı deyil, əlinin tərsi ilə itələmirsən. Yəni, həmin o dünyada çəkmiş olduğun sıxıntı, həmin o dünyada çəkmiş olduğun əzab, əziyyət nə üçündür?